Hamımız hiss edirik ki, dünya sürətlə dəyişir və bu sürət bəzən bizi qorxudur. Nə olacaq sualı artıq hamımızın gündəlik qayğısına çevrilib. Antalyada 150-dən çox ölkənin lideri məhz bu suala cavab tapmaq üçün bir araya gəlib. Azərbaycan bu böyük müzakirələrdə həm də prosesləri yönləndirən tərəfdir. Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək. 5-ci Antalya Diplomatiya Forumunun mövzusu belədir. Tədbirdə 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u Xarici İşlər Naziri olmaqla 50-dən artıq nazir, eləcə də 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksək səviyyəli şəxs iştirak edir. Azərbaycan tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunub. 3 gün davam edəcək forumda qlobal qeyri-müəyyənliklər və regional proseslər müxtəlif panel iclaslar, interaktiv sessiyalar və iki tərəfli görüşlərdən ətraflı müzakirə olunacaq. Eyni zamanda liderlər panelləri də daxil olmaqla 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev forumun açılış mərasimində iştirak etdi. Türkiyənin Xarici İşlər Naziri açılış nitqində qeyd etdi ki, bölgəmiz tarixinin ən böyük sınaqlarından biri ilə qarşılaşıb. Eyni zamanda dünya bir çox risklərlə qarşı-qarşıyadır. Tüm dünyada istikrarsızlık ihraç eden bu yayılmacılığa acilen uluslararası toplumun dur demesi gerekmektedir. Sayın Cumhurbaşkanım, bugün uluslararası toplum savaşın durdurulması için nadir görülen bir anlayış birliği sergilemekte. Böylesine kıymetli bir zeminin diyalog ve diplomasi lehine değerlendirilmesi için elimizden gelen gayreti göstermeliyiz. Esasen Antalya Diplomasi Forumu'nun özünde de bu yaklaşım bulunmaktadır. Diplomasiyi yeniden işler hale getirmek. Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan isə vurğuladı ki, ölkəsi Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla koordinasiyalı şəkildə addım-addım irəli aparır. Erdoğan orta dəhlizin əhəmiyyətindən də danışdı. Azerbaycan'la eşgüdüm içerisinde komşumuz Ermenistan'la normalleşme sürecimizi adım adım ilerletiyoruz. Bu minvalde Asya ile Avrupa arasındaki ticarette en güvenilir güzergah olan Hazar geçişli Doğu-Batı Orta Koridor girişimine de güçlü desteğimiz sürüyor. Türkiyə prezidenti həmçinin bu il ölkəsinin Türk Dövlətləri Təşkilatının 13-cü zirvə toplantısına ev sahibliyi edəcəyini bildirdi. Azərbaycandan sədrliyi təhvil alacağıq. Sədrliyimiz dövründə təşkilatımızın beynəlxalq təsir gücünü daha da artıracağıq deyə Erdoğan qeyd etdi. Nəriman Hüseynzadə, İlqar Abdullayev, Rüstəm Mikayılzadə, İTV Xəbər, Antalya.